qəhrəmanlar yetişən, igidlər yetişdirən Yevlax rayonunun Tanrıqullar kəndinə gəlmişik. İnşallah Rahib qardaşımızın doğulub boya başa çatdığı ata ocağını çəkəcəyik. Nə şəraitdə olduğunu çəkib sizinlə tanış eləyəcəyik. Değerli izləyicilərimiz, hal-hazırda Rahib qardaşımın doğulduğu, boya başa çatdığı ata yurdundayıq, bu evdəyik. Yəni söz verdiyim kimi gəldim, çəkdim. Bu ev bir dəfə yanıb, sonradan Rahib təmir eləmək istəyib. Yəni imkansızlıqdan təmir edə bilməyib. Bu qardaşımız da Rahib qardaşımın balaca qardaşıdır. Vətən yolunda qazi olub, qolunu itirib. Ben Şərfəvi Əfqan Zirəbin oğlu, Rahibin qardaşıyam, balaca qardaşıyım. Bizə nətər deyim, bizim ailədə biz qardaşlarda vətənpərvərlik, vətən yolunda. Bu qardaşların həyat hekayəsi ilə tanış olduqca, yəni kövrəlməmək, pis olmamaq mümkün deyil. Mən şəxsən valla millət olaraq, xalq olaraq bizim üçün necə deyim, çox çətindir. Mənim üçün şəxsən çox çətindir. Bir Azərbaycan vətəndaşı olaraq mənim üçün çox çətindir. Bugün Rahib qardaşımın bu vəziyyətdə olmağı. Əfqan qardaşıma sağ olsun dövlətimiz evlə təmin eləyiblər qazi qardaşımızı. Rahib qardaşımız, dəyərli izləyicilər, buranı təmir eləyə bilmir. Görürsünüz də yaşanılası deyil. Təmir eləyə bilməyəndən sonra Bakıya gedib. Bakıda ötən videolarda çəkmişdim. Görmüsünüz taksi parkda